Mərkəzi yolla 100 metr məsafəsi var. Dəyərli dostlarımız, Mehdəbat bazarını keçdin, Ocaq restoranından sola, ya sağa, hara istəyirsən dön. Hər tərəfdə var. Hər tərəfdə mülkümüz var. Hər qiymətə də var, hər qiymətə. Hal-hazırda çəkiliş etdiyimiz mülkün qiyməti 148 min manatdır. 2 mərtəbə, 4 otaqlıdır. Birinci mərtəbədə monolit betondur, ikinci mərtəbədə monolit betondur. 2 sotur içərisindədir. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Səhifəni bəyənib like etməyi sizlərdən xahiş edirəm, dəyərli dostlarımız. Sizlərə əla, ideal mülklər təqdim edəcəm. Videoda görülən bu mülkün qiyməti 148 min manatdır. Həyətinə 2 ədəd avtomobil daxil etmək mümkündür. Evin yanına və arxasına keçid etmək olur. Boş bostan sahəsi burada da yaradılıb, digər sahədə də yaradılıb. Dəyərli dostlarımız, həyətyanı sahədən mehlaq daşlarla örtülüb. Mərkəzi giriş darvazasıdır, işıqlandırma üçün plafon sahələrdə yaradılıb. Qeyd edim ki, kupçalıdır, ipotekaya yararlıdır. Dövlət tərəfindən sizlərə ipoteka ayrılıbsa, buyurub zəng edə bilərsiniz. Kreditlə məndə ev yoxdur. Bir yolluq kreditlə ev satmıram, dəyərli dostlarımız. Yəni, mən bu fəaliyyətə başlayandan kreditlə ev satışı etməmişəm. Nəqd şəkildədir, nəqd şəkildə real müştəri gəlir, evə baxır, bəyənir, ucuz və keyfiyyətli evi təqdim edirik, reallıq olur. Danışırıq ev sahibi ilə, aşağı qiymətə də alırıq. 148 min manatdır. Real müştəri baxıb bəyənsə, aşağı da endirim də nəzərdə tutulub. Gözəl bir həyətyanı sahəsi var, yerdən 5 daş kürsüdə inşa olunub. Burada da belə bir bostan sahəsi yaradılıb. Qaz, su, işıq, kanalizasiya mərkəzidir. Demək, terras sahədə ikinci mərtəbəni saxlayan Riger kolon var, Riger kolon. Gözəl bir terrası var. Daxil olaq evin içərisinə. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Dəhliz vasitəsilə bismillah eləyək, daxil olaq. Sevdiyim bir şeylərdir. Girişdən sağda və solda qəşəng şkaf sahəsi, boş sahələr yaradılıb, yığırsan qəşəng şkaf sahəsi. Geniş bir şəkildə böyük bir qonaq otağı var, girişdən sağda. Çox gözəl bir qonaq otağı var. Kondisioner xəttinə kimi hamısı çəkilib. Şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır. Zəhmət olmasa o küncdən təqdim et. Twistentin xətlərinə kimi çəkilib. Elektrik rozetkaları 4 bir tərəfdə bağlanılıb. Tavan sahəsi alçıvan spot lampalarla işlənilib. Əla bir evdir, əla bir ev. Burada yerləşir evin mətbəx sahəsi. Girişdən solda yerləşir mətbəx sahəsi. Mətbəx mebelinin yerləri aksesuarların xətlərinə kimi quraşdırılıb. Şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır. Hər mərtəbənin də özünə məxsus sanitar qovşağı var. İkinci mərtəbəyə qalxan pilləkən sahəsini göstər zəhmət olmasa, işıq necə? İşıq yandırmağa ehtiyac yoxdur. Yəni, işıqlandırma superdir. Birinci mərtəbənin sanitar qovşağıdır. Tam təchizat bütün aksesuarlarına kimi quraşdırılıb, duş kabini üçün yerdə ayrılıb və bütün otaqların istilik sistemlərinin xəttləri çəkilib, hətta dəhlizdə də. Pilləkənlər altı boş sahə yaradılıb, istəsəz kladovka yarada bilərsiniz. Onların da işıqlandırma sahəsi var, plafonu bağlanılıb, gözəl çılçıraq sahəsi var və superi və gözəlliyi. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Gözəl bir dəhliz sahəsi yaradılıb, çox gözəl bir dəhliz sahəsi, əl tutacaqlarına kimi bağlanılıb, girişdən qalxan kimi sanitar qovşaq qarşılayır bizi. Tam təchizat, hər mərtəbənin sanitar qovşağının aksesuarları quraşdırılıb, tamamilə hazır vəziyyətdədir. Çox böyük bir ölçüdə evin yataq otağı var. İstəyirsiniz buranı qonaq otağı elə. 2 mərtəbə 4 otaqdır. Burada da TV xətt çəkilib, şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır. Qeyd edeyim ki, ön cərgədə yerləşir. 148 min manatadır yataq otaqlarından ikincisi. Və üçüncü yataq otağı, sonuncu üçüncü yataq otağı. Buradan pəncərə eyvana da açılır. Belə deyim, qapı sahəsi eyvana da keçid etmək mümkündür. 148 min manata kupçalıdır. Real müştərilər endirim nəzərdə tutulub. Sağ olun, sağlıqla qalın.